İsmayıl rayonunun Talıstan kəndində şəhid Səməd Hüseynzadənin adını daşıyan küçənin asfaltlanması ilə bağlı problem 2 ildir ki, həll edilmir. Bu barədə şəhidin qardaşı Səyid Hüseynzadə müraciət edib. Məlumata görə 2023-cü ilin oktyabrın 18-də kənddə şəhidin ailəsi tərəfindən ev muzeyi və bulaq kompleksi istifadəyə verilib. Lakin açılışdan bu günə qədər həmin küçənin yol problemi aradan qaldırılmır. Səyid Hüseynzadə qeyd edir ki, məsələ ilə bağlı dəfələrlə İsmayıl rayon İcra Hakimiyyətinin başçısı Nahid Baxırova müraciət olunub. Lakin nəticə yoxdur, problemin həlli uzanır. Ailə qeyd edir ki, şəhid adını daşıyan küçənin bu vəziyyətdə qalması həm sakinləri, həm də şəhid ailəsini narahat edir. Onlar aidiyyatı qurumlardan yolun asfaltlanması məsələsinin tezliklə icrasını gözləyirlər. Salam, mən şəhid Hüseynzadə Səmədin qardaşı Səyid Hüseynzadə. İsmayıl rayon Talıstan kəndində yaşayırıq. Dəfələrlə rayon rəhbərliyi Nahid Baxırova anam müraciət edir. Qardaşın hüququ yoxdur, düzdür. Amma anam bu üçün də danışmadığı üçün mən danışıram. Atam da ki, şəhidimizin ilinə çatmadı, atam da mənim rəhmətə getdi. Ağır acıya dözmədi. Burada gördüyünüz kimi bulaq və muzey kompleksi yaradılıb öz vəsaitimizlə. Bizim tələbimiz nədir ki, bizim bu şəhidimizin küçəsinə dövlət adı verir. Bu küçənin asfaltlanmağını tələb edirik Nahid Baxırovdan. O da bizə biganə yanaşır. Səbəb nədir? Dövlətimizin büdcəsi mi çatmır? Yoxsa başqa nə səbəb gətirə bilər ki? Hələ bizim Nahid müəllimin köməkçisi icra nümayəndəliyin birinci müavini İsmayıl rayon Talıstan kəndindəndir. Bu qədər biganəlik olar. Gəlmişsiniz də, dəfələrlə demişik də, görmüşsünüz də. 300 metrəlik asfaltı vurmaqda dövlətin büdcəsi çatmır, yoxsa nədir səbəb? Qonşular neçə dəfə dedi ki, yığışağın bu küçənin az bir məsafə var. Bir şəhid adını daşıyır. Bu küçənin asfaltlandırılmaqda müraciət edək. Dedim, mən də onlara başa saldım ki, valla şəhid ailəsi olaraq biz deyirik, hələ bizə məhəl qoymurlarsa, sən sıravi insan gedib ora müraciət eləməklə gətirib bura asfalt vuran da ölür. Çünki əlacımız qalıb ki, beləncə videonu çəkib millətə paylaşmaq ki, bəlkə dövlət qurumlarından kimsə görüb bizim səsimizə səs verir. Cənab İlham Əliyev göstərişi ilə buyururdu ki, şəhid ailələri və qazilər, veteranları diqqət mərkəzində saxlayır, onların problemlərini həll edir. Şuşalara işləyirik, öz ayağımız üstündə dururuq. Amma bu asfalta gücümüz çata bunu vurdurmağa bizim büdcəmiz yoxdur ki, bunu biz vurduraq. Burada da gördüyünüz kimi, bura bulaqdır, şəhidimizin bulağıdır. Burada ev muzeyi var, 24 saat açıqdır. Dövlətimiz, Azərbaycan xalqının milləti gəlib buranı ziyarət edir. 5 il ərzində bir asfalt vurmaq böyük bir problem yarandı şəhidin küçəsinə.